Bir dənə baxın ki, görün şirin suyun içinə necə nəcislər qatışıb, kanalizasiya qarışıb. İndi bu da bizim Bakı şəhərimizdədir bu. Daha nə deyim sizə? Özdə Səttar Bəhluzadə muzeyin böyründə şirin suyun içinə kanalizasiya suyu qatışıb. Baxın, görün nələr üzür orada. Poxlar, püsürlər üzür. Biz bunu indi nətər içək? Hərdə 50 qəpiyə də verirlər suyu. Birinci suyu təmizləsinlər, sonra bizə suyu satsınlar. Baxın, suyu boşaldıram. Baxın, boşaldıram. Baxın. Şimdi baxın. Suyun içine baxın, fikir verin. Görün sudan nələr gəlir. Bu nəcisdir, nəcis. Kanalizasiya nəcisidir. Bu da şirin sudur. 50 qəpiyə kanalizasiya suyu satırlar bizə. O da dünya şöhrətli rəssamın evin qabağında, ev muzeyin qabağındadır. İndi bunu nətər içsinlər? Bizim xaricdə gələn qonaqlarımız birdən su içsələr içməyə. O da nəcisli su içsinlər. Gəl, baxın. Azərsu belə eləyir də. Heç nə eləyəmir, heç nəyə baxmır. Amma gəlir pul tələb eləyəndə pul tələb. Mən nəyə görə 50 qəpik verməliyəm tonuna?